Hər kəsə salam. Bu günləri sizlərlə sobasız, tavada hazırlanan pambıq kimi yumuşaq, çox ləzzətli piroq reseptini paylaşıram. Görünüşü qədər dadı da möhtəşəmdir. İlk olaraq qalın bir tava götürürük. Onun içərisində 3 ədəd yumurta və 1 stəkan şəkər tozunu çırpma teli ilə qarışdırırıq. Daha sonra 1 stəkan qatığın içərisində 1 çay qaşığı sodanı söndürüb bura əlavə edirik və üzərindən də 1 stəkan duru yağı da əlavə edib yenidən qarışdırırıq. Ardından 1 paket vanil, 2 stəkan unu ələyərək əlavə edirik və sonda da 1 xörək qaşığı kakaonu əlavə edib qarışdırırıq. Xəmirimiz artıq hazırdır. Tavanın kənarlarını da təmizləyib qapağı örtülü halda ən aşağı odda təxmini 1 saat ərzində bişiririk. Bişmə prosesində qapağın buxarını da salfetlə silməyi unutmayın. Piroqun bişib-bişmədiyini bir çöplə yoxlayırıq. Əgər çöp quru çıxırsa, demək ki, hazırdır. Piroqu tam soyudub, daha sonra kəsirik. Gördüyünüz kimi, sobada bişən piroqlardan heç də geri qalmır. Həm çox praktik, həm də inanılmaz dərəcədə yumşaqdır. Bu piroqun görünüşü sizi aldatmasın. Dadı görünüşündən də qat-qat daha gözəldir. Sobanı yandırmağa belə ehtiyac duymadan hazırlanan bu ləzzət həm vaxtınıza qənaət edəcək, həm də çay süfrələrinizin ulduzuna çevriləcək. Əgər resepti bəyəndisə, videonu bəyənməyi və kanalıma da abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Yeni videolarda görüşənədək süfrəniz hər zaman bərəkətli, ağız dadınız isə şirin olsun. Hələlik.